Herkese salam, kanalıma və yeni vloguma xoş gəlmisiniz. Necəsiniz qızlar? İnşallah hər kəsin keyfi, əhvalı yerindədir. Bizlər də çox şükür yaxşıyıq. Yeni bir vlog başladıram. Dedim sizləri salamlayım. Temu Kargom ilə başladım videoma. Əslində bu videonu ən sonda çəkmişəm. Daha əvvəlcədən çəkdiyim videoları isə bu Temu Kargosunun ardıca əlavə eləyəcəm. Baxarsınız. Qarışıq bir vlog olacaq. Həm resept, həm gəzməyə getmişdik. Onları çəkmişdim. Yəni çox çəkiliş eləməmişəm. Vloglardan biraz izlənmələrə görə soyumuşam deyərdim. Amma ki yenə də azdan çoxdan çəkmişəm sizlər üçün. Hər gün çəkiliş eləmirəm vloglarla. Əsasən shorts videolarımdan çəkiliş eləyirəm. İnşallah bəyənəcəyiniz bir vlog olar və videoya keçməmişdən əvvəl onu qeyd eləmək istəyirəm ki, hələ də kanalıma abunə deyilsinizsə zəhmət olmasa abunə olun. Mənə daha da motivasiya olsun yeni vloglar çəkməyə. Burada isə Kargomda uşaqlara çanta almışdım. Bilirsiniz ki, Raul loqopedə gedir və gedərkən çantası yox idi. Ajdan çantalar var idi, amma qoymaq istəmirdim qız çantasında. Ona görə də Raulun çantasını sifariş elədim. Üzərində də adı yazılıb. Çox gözəldir. Bəyəndim. İçərisi də genişdir. Nə qədər paltar falan yerləşdi içərisinə. Əlavə paltar, pampers falan qoyuram. Hər an lazım ola bilər deyə. Bir dəfə qoymamışdım. Tərslikdən lazım olmuşdu. Ona görə hər dəfə çalışıram ki, qoyum. Ajda üçün də sticli sumka almışdım. Çox gözəl idi o da. Üzəri belə puf-puf tüklərlə. Bir də sonda arxacığım üçün qab götürdüm ki, daha geniş bir qabda yerləşdirəm onu, yerini dəyişim. İnşallah onu da birlikdə eləyərik. Maskalarımız da az qalıb. Yenidən sifariş eləməyi düşünürəm. İnşallah görək haçan sifariş eləyərəm. Birini indi istifadə eləyəcəm. Gəlin elə bunu istifadə eləyim. Paltarları qatlamalıyam. Düşündüm ki, elə bir dənə maska çıxarım, üzümə tətbiq eləyim. Üzümdə qalsın. Mən də bir tərəfdən işimi görərəm. Sabah qaynatamın ad günüdür. Özüm də nəmlənmiş olar. Restoranda qeyd eləyəcək inşallah. Sizləri də aparacağım özümlə. Belə. İndi bunu mən özümə taxım. Daha sonra gedim işlərimi görüm. Qızlar soruşmuşdunuz ki, Raul'u hansı həkimlərə aparmısınız? Birinci loqoped müayinəsinə apardıq, nitq mərkəzinə. Artıq bir aydan çoxdur ki, gedir. Əvvəl hər gün gedirdi, hardasa bir həftə 10 gün hər gün getdi. Amma indi həftədə 3 gün gedirik. Yəni Raul aparırlar, əmisi, atası bir yerdə gedirlər. Bir də bu yaxınlarda qızlar poliklinikaya aparmışdı yoldaşım, nevropatoloq yanına. Əsasən də mənim problemim o idi ki, yuxu problemi yaşayırdıq və istəyirdim ki, ona bir çarə tapsınlar, hər hansısa bir sakitləşdirici versinlər. Onun üçün demişdim ki, apar nevropatoloqa və apardıq. Orada da baxıb bir kilok dərman yazmışdılar. 4 ya 5 sirop idi. Amma bilsəydim verməzdim dərmanları. Çünki dərmanları verdikdən sonra, təxminən bir gün sonra Raulun gecə oyanmaları və səhərə kimi yatmamaları başladı. Bildiyiniz, yəni əməli başlı uşaq yuxuya getdikdən 3-4 saat sonra oyanırdı və səhərə kimi yatmırdı. Gözünün içi qıpqırmızı olmuşdu. Bir ara qızdırması qalxdı, halsız idi. Yəni qrip falan deyildi. Bilinmirdi də nədən qalxır bu qızdırma. Loqopedə gedərkən ağlamırdı. Artıq öyrəşmişdi oradakılar. Amma bu dərmanlardan sonra başladı ağlamağa, narazıçılıq eləməyə, hər şeyə. Yəni ki, axırda həkimlə danışdıq. Dedi, verməyin dərmanları, dayandırın. Yəni nə vecinə əsas o dərmanları aldırıb, faizini qoyub cibinə. İndi də deyir ki, hə, dərmanlar yəqin çox oldu. Siz ən yaxşı saxlayın, verməyin dərmanları. Nə bilim, valla Allah heç kimi həkimlərə möhtac eləməsin. Amma yolu belə düşsə, qarşısına mərhəmətli və savadlı həkimlər çıxartsın. 160 manat həmin o siroplara pul vermişdi yoldaşım. Yəni xeyri dəyəcəyini bilsəm, əlbəttə ki, qurbandır. Pulunda deyiləm və səmimiyyətimə də inanacağınızı bilirəm. Amma digər ki, bu qədər yazıb doldurub, sonra da hə, dərmanlar çox olub yəqin, dayandırın demək məncə insanlığa sığışmır. Bunu da qızlar shortsda paylaşmışdım. Dedim burada əlavə eləyim. Düşünürəm ki, shorts izləyənlər vlogu da izləyənlər shorts izləmir. Pinjama almışdım Trendyoldan. Həddindən artıq bəyəndim. Materialı yumşaq idi. Amma belə çətin bəyənəndi. İnanın, mən ona nə isə göstərməyə çəkinirəm. Çünki sevmirəm kimsə mənim seçimlərimə nəsə söz deyəndə. Əgər mən bunu seçib almışamsa, qıraqdan deyilən söz artıq keyfimi korlayır. Bunu deyən insanda dəyər verdiyim şəxs olanda bir sözdən zəhləm gedir o əşyadan. Ona görə də mamaya çox şey göstərəndə bəzən olur ki, bəyənmədiyi şey deyir ki, yəni yox, bəyənmədim, bu nədə almısan? Yəni həvəsimi öldürür. Amma bunu özü soruşdu ki, nə gözəldir materialı, hardan almısan? Dedim elə Trendyoldan aldım. Linkini də paylaşmışam sizlər üçün, post bölməsindədir. İstəsəz baxarsınız. Əminəm ki, alsanız çox bəyənəcəksiniz. Burada isə qızlar qaynatamın ad günü idi. Gəldik restorana. Bu dəfə evdən çıxdıq. Evdə qeyd eləmədik. Maraqlı oldu. Elə öz yaxınlarımız, qohumlarımız yığışdıq. Əyləşdik restoranda. Gözəl bir gün keçirtdik. Burada da sizə restoranı göstərirəm. Qara evdə yerləşirdi. Adını hal-hazırda unutdum. Amma çox gözəl bir məkan idi. Yeməklər də dadlı idi. Hər bir şeyini bəyəndik.
Bugün Neriman Meryem'in jubileyidir. 60 yaş olsun. Her çocuğunuz gelsin. Hoşbəxtlik. Bütün sizin kızlarınız gerçek olsun. Bravo, Don Sushi. Və burada da qonaqlarım var idi qızlar. Süfrəni hazırlayırdım, şirniyyatları hazırlayırdım, qoyurdum qablarına. Bəzən olur ki, unuduram nəyisə çəkməyi. Bu cür sunumlar hazırlayarkən əsasən də evdə qonağım olanda unuduram, yadımdan çıxır. Sonra da deyirəm ki, bir dənə tripodu qoy qırağa çəksin də, yəni ki, o neynirəm ki. Amma yenə də yadımdan çıxır dediyim kimi, daha çox gələn qonağımla söhbətə fokuslanıram deyə. Ona görə söhbət maraqlı olur. Bir də görürəm ki, axşam olub, qonaqlar artıq tərpənməyə doğru gedirlər və mən heç nə çəkməmişəm. Bu cür süfrə açmışam və heç nə çəkməmişəm. Çox təəssüflənirəm elə olanda da. Amma belə yenə arada da çəkəndə də çəkirəm. Çox maraqlı alınır məncə. Və siz necə, hansı videoları daha çox sevirsiniz, yorumlarda yazın. Burada isə artıq qızlar növbəti günün səhəridir. Dünəndən qablarım qalmışdı. İnanırsınız, Raul yatanda saat hardasa 3 ya da 4-ə işləmişdi. Həmin günü nə günorta yatmışdı, nə həmin günün səhəri yatmışdı. Yəni ki, bildiyiniz ruh kimi gəzirdim evdə. Ona görə heç qabları falan yuya bilmədim. Elə mətbəxi ortalığı səliqəyə saldım. Tortu falan götürdüm. Mətbəxi ilə qoydum, çıxdım ki, gedim uzanım, istirahət eləyim. Raul yatsırandan sonra da daha səs-küy salmadım. Və səhəri gün dedim, yox, belə olmaz. Girişdim mətbəxə, hər yeri təmizlədim qəşəng. Bu qablarımı da yudum. Bunlardan yenə almağı düşünürəm. Çox gözəldilər. İnşallah qismət olsa yenə sifariş eləyəcəm. Və belə bu çay dəsmallarını da Temudan almışdım. Kodunu əgər varsa, qalıbsa, bitməyibsə, kodunu əlavə eləyərəm. Sizlər də baxarsınız. Və yeri gəlmişkən də deyim ki, əgər hələ də kanalıma abunə deyilsinizsə, zəhmət olmasa videonu bəyənib kanalıma da abunə olun. Şərh bölməsində də düşüncələrinizi yaza bilərsiniz. Dəstəyiniz mənim üçün önəmlidir. İnanın, sizin o vlog paylaş, vlog açan gələcək deyə hər bir rəyiniz mənə motivasiya verir. Onlar olmayanda bilin ki, yəni vloqlarda da gecikmələr olacaq. Çünki həqiqətən görürəm ki, tələbat var, istəyirsiniz videolarımı, onda çəkirəm. Yox, əgər sakitçilik olursa, onda boş buraxıram, heç nə çəkmirəm. Sonra da vloqlar yox deyə yazırsınız. Artıq iş işdən keçmiş olur. Ona görə də zəhmət olmasa yorumlarda fikirlərinizi bildirin. Və qızlar, indi pizza hazırlayacağım. Burada qabın içərisində 4 stakan undur, 1 stakan da buradadır. Qırağa qoymuşam ki, birazdan tökərəm. İçərisinə 2 stakan su, 1 çay qaşığı və yarım maya, bir də biraz duz əlavə eləmişəm. İndi bunları qarışdıracağım. Gözəl bir xəmir yoğuracağam və içərisinə biraz da zeytun yağı əlavə eləyəcəm. Burada isə qızlar, evdə olan ərzaqlarla hazırlamaq istədim. Əlavə bir bazarlıq eləmədim sırf pizzaya görə. Ona görə evdə nə var idisə onu çıxartdım, qoydum süfrəyə. Boş qablara doğradım. Orada da qarışdırdığım ketçupla mayonezdir. İçərisinə duz istiyor, zövqə görə vurdum. Və xəmirim də artıq şişdi. Çox gözəl xəmir alınmışdı. Qəşəng də şişdi. Yağla da açdım, unla da açdım. Fərqli elədim. Bəzilərini indi görəcəksiniz də yumru xırda yumru pizzalar elədim. Amma bir dənəsində bütöv yumru bir pizza halına gətirib bişirdim. İkisi də dadlı alınmışdı. Heç birində fərq yox idi. Dediyim kimi xəmir gözəl olduğuna görə pizzam da dadlı alınmışdı. Sizlər də hazırlayın, nuş olsun. Göz haqqınızda halal eləyin.
dadlı alınmışdı dediyim kimi, hazırlayın. Nuş olsun sizlərə də. Burada artıq vlogumu sonlandırıram qızlar. Məndən inciməyin, biraz qısa vlog alındığına görə. Amma çalışacağım bundan sonra vloqlarımı uzun saxlayım. Çünki hər zaman 20 dəqiqəliyə falan çatdırmağa çalışırdım. Bu dəfə biraz uzun ara verdikdən sonra 10 dəqiqə ancaq çıxdı. Amma düşünürəm ki, dolu vloq oldu. Yəni arada boşluqlar olmadı. Hər bir şeyi detaylı şəkildə göstərdim. Vlogumu sonlandırıram. İzlədiyiniz üçün təşəkkür edirəm. Abunə olmağı və videonu da bəyənməyi unutmayın. Özünüzə yaxşı baxın. Hələlik.